Sən hər hansı bir elmə, bayaq işarə elədim, hər hansı bir elmə daxil olmazdan əvvəl o elm barəsində bəzi müqəddimələr var. Bədihi və aksiom olaraq onları qəbul eləməlisən. Yəni ona inanmalısan, sonra o elm sənin üçün əhəmiyyət daşımalıdır. Bu təkcə təfsir elmində deyil, bu təkcə dini elmlərdə deyil. Bu bütün elmlərə aiddir. Məsələn, tibb elminə başlamazdan əvvəl o elmi öyrənən insan, yəni gələcəyin həkimi, İnanmalıdır ki, insan bədəni xəstəlikdən müalicə olunma qabiliyyətinə malikdir. Əgər birdən bir insan inansa ki, heç bir xəstəlik sağala bilməz, Ondan həkim çıxmaz. o zaman tibb elminə heç ehtiyac duyulmaz. Deməli, tibb elminə başlamazdan əvvəl insan müalicə olunandır. Mən buna inanmalıyam, sonra başlamalıyam. Fəlsəfə elminə başlamazdan əvvəl mən inanmalıyam ki, reallıq var, varlıq var. Ondan sonra mən bu elmə başlamalıyam. Əgər birdən o qədim safsata kimi Yunanistanda və yaxud